Dəyərli futbol əməkdaşları, müsahibimiz Xankəndi Futbol Klubunun kapitanı Əziz Hüseynovdur. Əziz, səni də təbrik edirəm. Qrup mərhələsi sona çatdı. 5 oyun, 5 qələbə. Düzdür, rəqibləri küçümsəmək olmaz, amma 4 oyun daha rahat oldu sizin üçün. Bugün son oyunuydu. Biraz daha müqavimət göstərdi meydan sahibləri. Artıq vəsiqə qazandı 8-də 1 finala. Qısa da olsa qrup mərhələsini dəyərləndirdilər ilk öncə, daha sonra növbəti sualına görə. Çox sağ olun təşəkkürünüz üçün. Doğrudan da maraqlı oyunlar oldu. Biz ilk dəfə bilirsiniz ki, iştirak edirik Region Liqasında. Şükür Allaha, yəni belə deyim də, bizim öhdəmizə düşən ilk etapı elə bir uğurla başa vurduq. İnşallah ki, indən sonra qalır əsas play-offlar. Ora hazırlaşacağıq. Təbii ki, play-off mərhələsində indi digər qrupların liderləri ilə qarşılaşacaqsınız. Yəni daha ciddi rəqiblər olacaqdır. Yəni bunun hazırlıq planında, yəni məşq prosesində bir fərqi olacaqdır. Yəni əlbəttə ki, play-offa daha ciddi hazırlaşmalıyıq. Uşaqlar bunu dərk edir, bilirlər hara hazırlaşırıq. İnşallah ki, bizim məqsədimiz var. Play-offda play-offları keçib, bəli, çempionluq olmalıyıq inşallah Allahın köməkliyi ilə. İnam var səndə komanda? Əlbəttə ki, inam var. Bizim bura gəlməyimiz elə bunun üçündür. Yəni biz boş-boşuna yığılmamışıq, bura gəlməmişik. Bizdə bilirsiniz ki, təcrübəli uşaqlar çoxdur. Yəni məqsədimiz odur ki, ancaq çempionluq 2-ci liqaya qalxmaq. Onda son sualımı da verirəm. Yəni artıq 5 tur keçməsinə baxmayaraq qısa bir müddət əslində, amma komanda artıq bir ailə kimi olubdu, bir kollektiv yaranıbdı komandada. Bu hava da çox gözəldir. Gənc futbolçular da var. Yəni bu gənc futbolçulara növbəti mərhələdə bir tövsiyə nədir? Gənc futbolçulara tövsiyəm odur ki, ciddi hazırlaşsınlar. Yəni ola bilər oynaya bilərlər, oynamaya da bilərlər. Yəni heç kim həvəsdən düşməsin. Öz üzərində çalışmaq lazımdır. Daima çalışıb ancaq irəli getmək. Daha təcrübələrdən faydalanmaq lazımdır. Əlbəttə ki, bizdə bir ailədir, bilirsiniz. Yəni bizdə heç kim oynadı, oynamadı, elə bir söhbət yoxdur. Hamı hazırlaşır. Ola bilər bugün mən də oynaya bilərəm, sabah başqası oynaya bilər. Yəni əsas odur ki, komandanın uğuru olsun. Biz hamımız bunun üçün çalışırıq. Oldu Əziz, təşəkkür edirəm. Sağ olun. Komandana da uğurlar. Minnətdaram.